Salam, hər vaxtınız xeyirli olsun. Bir nömrəli hava səhifəsinin bir nömrəli izləyiciləri. Sizə canlı bir yenilənmiş məlumat nəzərinizə çatdırım. Təbii ki, hal-hazırda hamını düşündürən bir sual var. Daha doğrusu əksəriyyətimizi düşündürən bir sual var. Hal-hazırda gördüyünüz kimi küləkli və soyuq hava şəraiti ölkəmizə hökm sürür və maraqlı gəlir ki, bizlərə ki, bu soyuq hava şəraiti ölkə arasında nə vaxta kimi davam edəcək. Belə soyuq hava şəraiti, dəyərli dostlar, ölkə arasında hava şəraiti davam edəcək yaxın bir neçə gün ərzində. Xüsusilə də bugün aprel ayının 10-undan 11-nə keçən gecə və 11-i səhər saatlarında daha da ən kəskin və ən şiddətli dövrü olacağı gözlənilir və bu zaman ərzində kəskin dəyişilmələr gözlənir. Dağlı və dağətəyi bölgələrdə və bir sıra şimal bölgələrində Quba-Qusaran mərkəzinə belə qar yağa bilər prosesdən asılı olaraq. Dağlı və dağətəyi bölgədə qar yağması gözlənilir. Bakı, Abşeron yarımadası və Respublikamızın demək olar ki 90% ərazisinə isə yağıntılar bir qədər güclü və intensiv olması gözlənilir. Hətta Bakıya da bu gecə, axşam və gecə saatlarında güclü yağıntı ehtimalı var, şimşək çaxması gözlənilir. Bütün Respublika ərazisində yağıntıların olması ehtimal olunur və soyuq hava şəraiti ümumilikdə isə bir həftə 10 gün davam eləməsi, yəni ciddi istilərin olmaması gözlənilir. Bundan sonra yenidən bir soyuq hava kütləsi var. Ətraflı məlumat verəcəyik. Səhifəmizi, bizi izləməyi unutmayın. TikTok, Instagram və YouTube kanalından. Sevilirsiniz, yaxşı ki varsınız dəyərli dostlar. Bir şey də unutmayın ki dostlar, yadınıza gəlirsə bundan öncə mən sizə hava şəraitinin dəyişəcəyi haqqında eksklüziv məlumatlar verərkən bəzi insanlar var, yenə də ağız-burun əlki soyuq ola bilməz, dəyişilmə falan ola bilməz. Gördünüzmü dostlar, yəni həmin şəxslərə səslənirəm. Bir qədər vicdanınız və insanlığınız varsa zəhmət olmasa gəlin və səhifəyə daxil olun və heç olmasa qardaşlarına halaldır, verdiyi məlumat özünü doğrultduğu kimi cümlələrdən istifadə edin. Nə üçün onu deyirik? Çünki insan haqqına girmək, bizim haqqımıza girmək və haqqımızda düzgün düşüncədə olmamaq yaxşı hərəkət, yaxşı əlamət deyil. Ola bilər bizi tanımadan hər hansı bir pis fikirdə ola bilərsə, amma tanıdıqdan sonra, verdiyimiz məlumat özünü doğrultudan sonra heç olmasa o zaman yəni insanın qüruru, vicdanı və kişiliyi olub düzgünlüyə fetva verməsi gözəl olar. Bu qədər dostlar, bir qədər uzun oldu video, üzrdə hesab edin.